biz çox yaxşı bilirik ki, Xocalıdan öncə bizim bir çox yaşayış məntəqələrimizdə buna oxşar qətliamlar, buna oxşar qırğınlar baş vermişdir və bu düşünülmüş həmin zaman siyasətin etnik nifrət əsasında qurulmuş siyasətin tərkib bir hissəsi idi. Sadəcə olaraq həmin o faciələr sırasında Xocalı faciəsi miqyasına görə ən böyük olduğuna görə bir gecədə 613 insanın həyatına, günahsız insanların, onların çoxsu tamamilə günahsız mülki şəxslər idi. Onların arasında qadınlar, uşaqlar, yaşlı insanlar var idi və təbii ki, biz bunu heç zaman unuda bilmərik. Torpaqlarımızı bərpa edərkən, öz hüquqlarımızı bərpa edərkən, tarixi ədaləti bərpa edərkən Azərbaycan dövləti, Ali Baş Komandan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu, qəhrəman Azərbaycan ordusu nə qədər qətiyyətli addımlar atırdısa, bütün dünya gördü ki, sülh prosesində də məhz tam liderlik, bütün təşəbbüslər yenə də Azərbaycan dövləti tərəfindən edilmişdir və bu günləri bu istiqamətdə ciddi addımlar atır, çox böyük nəticələr göz önündədir. Ancaq eyni zamanda biz tariximizi unuda bilmərik. Ona görə bu günləri olan proses çox böyükdür, çox önəmlidir və həmişə olduğu kimi bütün Azərbaycan xalqı da bu günləri şəhidlərimizi yad edir.